Mən göndərdim bunu. Məsələn, məndəki enerjinin tezliyi 1400 Hz. O kainatdakı o 1400 Hz hardadır? Və o gedəcək hansı nöqtədəki 1400 Hz-dən birləşəcək ki, dostlarımızın dediyi rezonans baş verəcək. Və o mənə Ferrari Və o olaraq mənə qayıdacaq. Mən də oturmuşam Əhmədlidə. O da mənə təsir eləməyəcək ya. O mənim istədiyim şeyə təsirini Bəli, göstərəcək. və mənim istədiyim şey də əllə tuta bilən bir şey deyil. Məndən gedir oradan qayıdır istədiyim şeyə belə. Ferrari'nin salonuna gedəcək, Ferrari salonunun satış müdürünün beyninə girəcək ki, Sadiqa bir Ferrari ver. Və bunu pulsuz şəkildə elə. Sevgilisinin əlinə al hədiyyə göndər. Mən də Əhməddə oturmuşam. Fuadı görürəm. Ki, Fuad gəlsə bir çay içərdik. Yəni, Lamiyə xanımı gözləyirik ki, gedə. Siz, yəni, ona görə mümkün, məncə ata suala cavab tapdıq. Məsələn, tamam, hər şeylə razılaşdıq. Düşüncə gücü var, yayırıq, yəni, bunları qəbul etsək, ki, etmirəm, etsək. Bu evren milyardlarla qalaq, trilyonlar. Hələ bilmədiyimiz qaranlıq enerji, bildiyimiz 27%-dir. Bilmədiyimiz 73%-dir bizim dark enerji, dark matter, qaranlıq maddə, qaranlıq enerji. Bəs bu bildiyimiz 27%-dir. Və bu 73-ü neynədik biz? Beyində gedən bu qədər problemlər, düzdürmü? Psixoloji analizlər,